Əhalinin məşğulluq imkanlarını genişləndirmək, işsiz və iş axtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşə bilik və bacarıqlarına yiyələnməsinə şərait yaratmaq və onların enerji sektorunda uzun müddətli və dayanıqlı məşğulluğunu təmin etmək məqsədi ilə Azərişıq Açıq Səhmdar Cəmiyyəti və Dövlət Məşğulluq Agentliyi birgə məşğulluq layihəsi icra edir. Birgə əməkdaşlıq çərçivəsində Dövlət Məşğulluq Agentliyində işsiz və iş axtaran şəxs kimi qeydiyyatda olan vətəndaşlar müsahibə və seçim mərhələsindən uğurla keçdikdən sonra Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Tədris və İnnovasiyalar Mərkəzində peşə hazırlığı üzrə xüsusi təlim proqramına cəlb olunurlar. Təlim müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, Azərişıq Açıq Səhmdar Cəmiyyətinin infrastruktur obyektlərində və xidmət sahələrində real məşğələlərə cəlb olunaraq paylayıcı elektrik şəbəkələrinin istismarı, qurğu və avadanlıqların iş prinsipləri, texniki təhlükəsiz qaydaları, elektrik enerjisinin uçotu, abonentlər iş və digər mövzularda praktiki vərdişlər də əldə edirlər. Artıq layihə çərçivəsində təlimləri müvəffəqiyyətlə başa vuran bir qrup şəxs Azərişıq Açıq Səhmdar Cəmiyyətinin müvafiq struktur bölmələrində vakant vəzifələrə işə qəbul olunublar. Layihənin uğurlu nəticələri nəzərə alınaraq gələcəkdə daha çox işsiz və iş axtaran şəxsin təlim proqramlarına cəlb edilməsi, müxtəlif peşə istiqamətləri üzrə yeni təlimlərin təşkili, eləcə də layihənin işğaldan azad olunan ərazilər də daxil olmaqla ölkənin müxtəlif regionlarını əhatə edəcək şəkildə mərhələli genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq.